Kürdəmirdə qətl hadisəsi törədilib. Qafqaz Info bildirir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, 21 yaşlı Bəşirova Lamiyə qətlə yetirilib. Onun hadisəni törətməkdə şübhəli bilinən əri Bəşirov Natiq Arazoğlu rayon polis şöbəsi əməkdaşları tərəfindən tutulub. Məlumata görə cütlük 2024-cü ildə ailə qurub və onların yaş yarımlıq övladları var. Baş vermiş ölüm faktı ilə bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb. Lənkəranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb. İlkin məlumata görə 57 yaşlı şəhər sakini Vüqar Nağırov avtomobil hərəkətdə olarkən sükan arxasında qəfil ürək tutmadan ölüb. Bundan sonra nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında yerləşən obyektə çırpılıb. Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub, həkimlərin müayinəsi zamanı sürücünün həyatını itirdiyi müəyyən edilib. Baş vermiş faktla bağlı araşdırma başlanılıb. Yevlaxda da ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə şəhərin Nizami prospektində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Süleymanov İslam idarə etdiyi Toyota markalı avtomobil hərəkətdə olarkən 2010-cu il təvəllüdlü piyada Qarayev sahibi vurub. Yaralı şəxs Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qeyd edək ki, sürücü Süleymanov rayonda stomatoloq kimi fəaliyyət göstərir. Faktla bağlı araşdırma tədbirlərinə başlanılıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumatda deyilir, Xəzər dənizinin Azərbaycan hissəsində yeraltı təkanlar baş verib. Bildirilib ki, yerli vaxtla saat 8:40-da qeydə alınan zəlzələnin gücü 3,4 bal təşkil edib. Yeraltı təkanların ocağı isə 30 km dərinlikdə yerləşib deyə məlumatda açıqlanıb.